But if you're praying 5 times, Əgər siz gün ərzində 5 dəfə namaz qılırsınızsa, onda bu halla çox güman ki, rastlaşmısınız. Hələ vaxt var. Hələ zöhr namazına bir neçə saat var. Mənim hələ vaxtım var. Və sonra əsr namazına 5 dəqiqə qalmış siz, ayda vəssalam, getdim. Və siz ildırım sürətində namaz qılırsınız. Az qalsın işıq sürəti ilə səcdə edirsiniz. Tələsik başınızı yerə çırpırsınız. Subhana rabbiyal alə, subhana rabbiyal alə. Bir neçə dəfə xalçaya çırpınırsınız. Sanki bu hansısa kardio məşqdir. Və sonra da öz işlərinizlə məşğul olmağa qaçırsınız. Aramızda illər də var ki, restoranda və hər hansı bir yerdə istirahət edib söhbət eləyirlər. Məğrib artıq girib. Yo, səma hələ mavidir, normaldır və təxirə salmağa davam eləyirlər. Bəli, belə acınacaqlı tendensiya var. Ellər də var ki, xeyli vaxtı işanı vaxtında qılmırlar. Bugün biz məsciddə namazı dərhal əzandan sonra qıldıq. Başqa günlərdə isə çox vaxt gecə yarısından sonra, gecə saat 1-də, 2-də, 3-də qılırıq. Və bu real problemdir. Allah Subhanahu va Taala'nın namaz qılanlar deyə sadaladığı insanlar yuxarıda qeyd etdiklərimizə bənzəmirlər. Onlar öz namazlarında sabitdirlər. Başqa sözlə desək, həyatınızda hər bir şey namazın ətrafında fırlanmalıdır. Əksinə yox. Başqa hər bir şey ikinci planda olmalıdır. Nə vaxtsa sütunlu bina görmüsünüz, hər halda görmüsünüz. Bu sütunları yerindən tərəfədə bilərsiniz. Xeyr, siz onları yan keçməlisiniz. Misal üçün, əgər içəriyə mebel salmaq istəsəz, siz sütunları yerindən tərəfədə bilmərsiniz. Çünki əgər siz bunu etsəz, nə baş verəcək? Bina uçacaq. 5 namaz günümüzün 5 sütunudur, dinimizin dirəyidir. Onları yerindən tərpədə bilmərsiniz. Onları olduğu yerdə saxlamaq lazımdır. Əgər bunu etməsəz, imanınızın bünövrəsi, imanınızın binası çökəcək. Biz onları yerində qorumalıyıq. Və Allah Subhanahu va Taala namazı olduğu kimi qılan insanlar haqqında xatırlatdığı birinci xüsusiyyət o kəslər ki, namazlarını daim qılarlar. Bu deməkdir ki, onlar çox dəqiq və nizamlı şəkildə namazların vaxtına riayət edirlər. Əminəm ki, siz əvvəllər də namazın vacibliyi haqqında çoxlu xutbələr eşitmisiniz. Bugün mən əsasən gənc qardaş və bacılar üçün danışıram. Əgər siz az da olsa İslamı sevirsinizsə və Allah rizası üçün nəsə etmək istəyirsinizsə, əgər siz bu din üçün nəsə etmək istəyirsinizsə və onun haqqında daha çox öyrənmək istəyiniz varsa, onda dinləyin. Fəcr və işa namazını böyük istəklə vaxtında qılmayana qədər bütün bu istəyiniz saxtadır. Və ən gözəli də məsciddə qılınan namaz. Əgər bu sizin vecinizə deyilsə, bu halda siz İslama görə narahat deyilsiniz. Çünki əgər siz bu dinə xidmət göstərmək istəsəz, ilk əvvəl bu xidmətə layiq olun. Və bu, imanımız bir səviyyəyə gəlib çıxmayana qədər baş verməyəcək. Namazlarınız, ələxüsus fəcr və işa namazların vaxtında qılınması sizin üçün sabit olmayana qədər imanınız bu səviyyədə olmayacaq.